Kızlar salam, hər birinizi yeni vlogdan salamlayıram. Artıq 15 gün olacaq ki vlog çəkmirəm. Çünki gözləyirdim ki nə qədər hazır olum, ondan sonra çəkim. Bu da artıq bir həftədən yuxarıdır çəkdiyim videolardır. Onları da topladım və belə bir vlog hazırladım sizlər üçün. Belə bir şalvar almışdım çünki gözəllə demək ayın əvvəli Cırtdan şoya biletlərimiz var idi. Ona görə belə bir şalvar aldım ki ora geyinərəm. Və bu şalvar çox qəşəng çıxdı həqiqətən. Hal-hazırda indi də geyinirəm. Qorxurdum ki buradan belə cins alım və dizləri filan çıxsın və xoşuma gəlməsin, amma çox xoşuma gəldi. Dizi filan da çıxmadı. Niyə vlog çəkmirdim? Çünki qızlar mən bir şeyə özümü məcbur hiss eləmək, o hissdən xoşum gəlmir. Ona görə ürəyim nə vaxt istəsə, o vaxt videolar, vloglar çəkirəm. Belə şalvarın duruşu belədir. Çox qəşəngdir məncə. Biraz ətəyi mən lap düz model istəyirdim ki, dümdüz yansın. Amma bu da pis deyil yəni. Qəşəngdir. O arxada gördüyünüz qırmızı demək jaketlə kombinləmək istəyirəm. Məncə rəngləri tam uyumludur. Yəni belə gündəliyə geyməyə şalvar axtarırdım. Belə güzgüm yatağa çox yaxın olduğuna görə biraz arxadan çəkə bilmirəm, amma bu jaketlə belə oldu. Qollarında belə detalları var. Bunu göstərim belə. Dilvindəndir. Bu Trendyoldan sifariş eləmişdim. Belə bir çox yumuşaq belə materialı var. Bunu belə içəri salıb da geyinə bilərəm. İndi tam içəri salmamışam. Bir də belə də üstünə də mən çox vaxt içəri salıram koftaları. Belə də pis deyil yəni. Qəşəngdir. Belə yəni kəmər də vura bilərəm. Bu düymə detalını çox sevmədim, amma yenə də nə bilim belə bir detal var. Qızlar demək mənim qızım bu yeni kuklasına paltar toxutdurur. Başlamışam ona paltar toxumağa, demək don toxumağa daha doğrusu. Buradan belə düz gələcək bura kimi, sonra belə prenses kimi bir don eləyəcəm, fikirləşirəm. Hətta deyir uzun olsun, mən deyirəm biraz qısa olsun ki ayaqqabıları da görünsün. İndi bunu soyundurmuşuq ki mən ölçülərim bilim. Belədir, arxası filan gəlib. İndi toxumuşam bura kimi, biraz da toxuyacağım. Haradasa bu qədər. Ondan sonra da başlayacaq prenses eləməyə. Sonra da qol hissələrini düzəldəcəm yaxasını. Görək necə alınacaq. İşimə gücümə baxın da mənim. Oxum sənə. Yavaş yavaş düş. Hasta hasta. Burada artıq Cırtdan şoya gəlmişik, yəni həmin gündür. Şou maraqlı idi, yəni mənə maraqlı gəlir. Sadəcə gözəl bir müddətdən sonra artıq sıxılırdı, baxmaq istəmirdi. Ancaq o necə deyim, əyləncəli yerlərində qoşulurdu. Məsəl üçün mahnı olan yerlərdə belə yerlərdə.
qızlar oturduğumuz yer biraz keçən ilkinə nisbətən narahat idi. Çünki nə cəhətdən narahat idi, videoda da görürsüz. Uşaqlar ancaq yəni qabağımızdan girirdilər, çıxırdılar və çox narahatçılıq yaranırdı. Mən bir-iki dəfə oğlan uşaqlarına söz də dedim ki, yəni çox girib çıxmayın. Yəni bura oturub nə isə şounu izləməyə gəlmişik. Toplar olanda başa düşərəm, amma o toplar atılmayan müddətdə də çox girib çıxırdılar. Yəni bu da məni çox narahat eləyirdi, düzün desəm. Bu da artıq növbəti gündür və donun prenses hissəsini bitirməyimə az qalır. Hissə-hissə belə çəkmişəm ki, bəlkə kiməsə maraqlı gələr. Və bunu sadəcə gözələ görə elədim. Çünki mən artıq toxumaq, yəni toxuyanda belim çox ağrıyır. Ona görə sırf gözələ görə və yaxud sevdiyim şeyləri toxumağa çalışıram. Qızlar, salam, necəsiz? Düzdür, yeni vlog başlatmışam. Sadəcə istədim ki, belə danışaq. Deyəcəksiniz ki, süfrəni niyə çəkirsən? Süfrəni çəkirəm çünki üzümü çəkə bilmirəm. Bəziləri elə başa düşə bilər ki, birdən yoldaşım icazə vermir və yaxud kimsə qadağa qoyur. Xeyr, özüm istəmirəm üzümü göstərməyi. Biraz xodun alda gözəl. Gözəl də arxada televizora baxır, ona görə. Ona da mane olmaq istəmirəm, amma o da mənə mane olmasın deyə belə. Demək, burada gözəlin yeni ildən qalma şirniyyatları var. Nənəsi, sonra bibisi qızı filan belə necə deyim, şirniyyat paketləri eləmişdilər və biz bunların hamısını bir yerə yığmışıq. Ozmalar, kinderlər hələ nə qədərini yeyib, amma yenə də qalıb burada. Belə istəyəndə, yəni bizdə şirniyyat problemi yoxdur. Yəni gördüyünüz kimi mən stolun üstündə hər cür şirniyyat qoyuram. Bu dəqiqədə biraz dağınıqdır. Sadəcə ev halıdır da, yəni. Yəni demək istədiyim odur ki, bizdə şirniyyat problemi yoxdur. Çünki gözələ gündə bir dəfə və ya 2 dəfə səhər günorta, bir də axşam icazə verirəm ki, şirniyyat yesin. Məsəl üçün bunu günorta yedisə, bir dənə də məsəl üçün nə bilim belə bir şey axşam yer, belə. Yəni gündə 2 dəfə icazə verirəm. Bilinçik eləmişəm, bayaq oturdum, bilinçik elədim. Gözəl nə vaxtı bananını bilinçik istəyirdi. Belə hələ ki örtmüşəm ki, istidir. Birazdan kloka qoyaram ki, qurumasın. 14-15 gün olacaq ki, vlog atmamışam kanala. Çünki bilirsiniz, özümü məcbur hiss eləmək istəmirəm ki, ay kanala yəni vlog atmalıyam, belə bir məcburiyyətim yox, heç 1000 abunəçim yoxdur. Yəni 1000 abunəçim olsa belə mən nəyəsə məcbur hiss eləmək istəmirəm. Çünki mən elə necə deyirlər, yaşaya bilmirəm də o cür həyatı ki, nəyəsə məcbur olum. Köhnə işimdən də belə ayrılmışdım. Düzdür, yoldaşım da dəstək olmuşdu. Mən bilirsiniz ki, medsestra işləyirdim, amma o sahədə özümü heç görmürdüm. Düzdür, bununla bağlı çox necə deyirlər, türklər demişdə, savaş vermə, mücadilə eləmişəm deyim. Amma yəni məcbur olduğum vaxtlar olub işləməyə, düzdür, amma evləndikdən sonra yoldaşım dedi ki, yəni sən məcbur deyilsən də, istəməsən işləməyə də bilərsən. Ona görə mən də özümü zorlamamağa, yəni özümü o işdə görmürəmsə işləməməyə qərar verdim. Düzdür, sevdiyim tərəfləri də var idi. Necə deyim, belə işləməyi sevirəm. Həqiqətən bir işdə işləməyi sevirəm. Amma o iş mənə əzab verirsə, məncə özümü orada görmürəmsə artıq, və yaxud çox çətindirsə, mən reanimasiyada işləyirdim və yəni simenlərə qalırdım. O da mənə çox pis təsir edirdi sağlamlığıma. Ona görə ayrılmaq məcburiyyətində qaldım və gözəl olandan sonra işləməmişəm. Özümü məcbur da hiss eləmirəm. Sadəcə yəqin ki, gözəl böyüyəndən sonra özümə uyğun işi həmişə axtarıram, həmişə də tapmağa çalışıram. Və belə sizlə bunu bölüşmək istədim. Dedim nə vaxtı danışmamışıq, ona görə belə danışaq. Bu süfrənin üstündə nə qədər belə. Baxın, burada kurasan, nə bilim çay içəndə bunları qoyuruq bura. Nə bilim aləm dəyib bir-birinə. Yəni yığışdıranda təmiz saxlayıram, amma özümü sıxmaq istəmədim, dediyim kimi. Yəni budur. Bugün budur. Bu süfrəni də qızlar Temudan vurmuşdum, sifariş eləmişdim. 12 yoxsa 13 manat idi. Bilmirəm, səhv eləmirəmsə. Amma çox qəşəngdir, xoşuma gəldi. Birinci istədim ki, yeni il temalı bir şey vurum. Sonra dedim ki, əşi daima yəni belə süfrənin stolun üstündə olacaq bir şey olsun. Yəni belə qızlar. Mən ona görə neçə gündür yəni vlog ata bilmirəm və elədim özümü bilmirəm. Bacının da bunda köməyi var. Bacı mənə həmişə motivasiya verir. Çox o psixoloqdur və çox gözəl insanı yönləndirir. Keçən dəfə necə mənə qaz verdisə, yəni bu gün artıq, keçən dəfə dediyim dünən mənə necə qaz verdisə, bu gün artıq mən vlog çəkirəm, vlog düzəldirəm. Yəni belə. İndi keçək həyatımdakı yeniliklərə. Bu 15 gündə nələr olub?
Kızlar, yeni il bitdi və yeni il bitdi. Də heç nə çəkməmişəm. Dediyim kimi 15 gündür heç nə çəkmirəm və yəni belə dünən bacımdan bu kitabı oxuyuram. Yeniliklərdən bəhs eləmişkən bu kitabı oxuyuram. Qızlar, ev işləri filan, nə bilim, nə isə çəkmək mənlik deyil. Mən ancaq bu mövzularda danışmaq istəyirəm bu dəfəlik. Yəni bilmirəm, özümü tapa bilmirəm. Ya ev işi görüm, filan şeyi belə elədim, düzənlədim, nə elədim. Onlar tam da mənlik deyil, amma bilirəm sevirsiniz. Ara bir onları da eləməyə çalışacağam. Qızlar, bu kitabı oxuyuram. Harda qaldığımı hələ ki bilmirəm. Neçə gündür ara vermişəm, oxumuram. Sonra bu kitabı bacı mənə hədiyyə eləyib. Bacı Ali Ninoda işləyir. O mənə bu kitabı hədiyyə eləmişdi. Sağ olsun. Buna başlayacağam. Bu bitsin, buna başlayacağım. Sonra da bu kitabı verdi. Mən daha doğrusu istədim. Çünki bunun kinosuna baxmışdım. Kitabını oxumamışdım. Kinolar da kitablarla çox tam bir-birinə, yəni birə-bir eyni olmur. Ona görə fikirləşdim ki, kitabını oxusam daha yaxşıdır da. Çünki kitab daha çox insana təsir eləyir deyə düşünürəm. Axırıncı məsələn o Kral Kaybeder Səni dinləmişdim. Kitabını yəni YouTube'dan dinləmişdim. Amma orada mən Kənan rolunu, başroldakı o Kənan rolunu daha fərqli təsəvvür eləmişdim. Kinosunu çəkdilər və daha yaşlı bir insan kimi qələmə verdilər. Yəni mən elə təsəvvür eləməmişdim. Hətta kitabı oxuyanlar da orada yazmışdılar ki, biz belə yəni təsəvvür eləməmişdik də, daha gənc biri olaraq daha başqa cür təsəvvür eləmişdik. Düzdür, o aktyor da haqqını verirdi o rolun, amma sonradan sevdim. Sadəcə fikirlərim çox dəyişdi də, yəni kitaba qarşı. Kitabdakı o xəyalımdakı insan tamam başqa cür oldu sonradan. Yəni bu mənim təzə oxumalı olduğum kitabım. Bir dənə də qalıb, onu da oxuyacağam. Bir də qızlar, YouTube'dan Səfillər var. O kimin kitabı? Victor Hugo'nun kitabı. Onu həmişə oxumaq istəmişdim. Sonra fikirləşdim ki, YouTube'da çox gözəl bir o necə deyirlər, ses tembri ilə belə danışan, necə səsləndirən biri var. Ona qulaq asıram. Türk dilindədir. Amma çox gözəldir də. Yəni ona qulaq asıram və çoxdan da oxumaq istəyirdim. Ona görə bir tərəfdən ona da qulaq asıram. Belə danışmaq istədiyim mövzuları danışacağam bu gün. Bu mənim açarlarım. Qızlar, bu açar, təsəvvür edin, bu açarlığım var idi mənim, Mickey Mouse-lu. Gözəl hər dəfə gedəndə marketə bir açarlıq alır. Demək, mən də bunun açarlıqlarından birini öz açarıma da, evin açarlarına. Sonra nə oldu? Gözəl onu təzədən məndən aldı. Mən də qaldım bisikletə. Bunu keçirdim ki, heç olmasa açarlarım itməsin. Belə. Sonra nədən danışacağam? Burada da çaynikim qaynayır. Bu mənim Trendyoldan başı bəlalı çaynikim. Bunun altına həmişə belə qab qoyuram ki, bu daşanda heç olmasa bunun içinə tökülsün. Çünki qızlar elə şiddətli daşır ki, indi sizə bir dənə göstərmək istəyirsinizsə onu necə daşdığını. Baxın, belə yandırdım məsələn. İndi görəcəksiniz o necə daşır. Qaynayır da hal-hazırda. Başlayacaq yəqin ki, indi daşmağa. Ona görə mən onu ağzı bağlı qaynatmıram ki, daşıb, yəni hər yerə tökülməsin də. Bir-iki dəfə yaşamışam. Yəni yığıb yığışdırmaq olmur. Ona görə burada mənim dolğam var. Dolğa eləmişdim dünən. Sonra burada belə bir iç hazırladım. O suyunu da tökdüm içinə. Görmədim. Belə necə deyirlər, döş ətini xırda-xırda demək doğradım. İndi yoldaşım lavaş alacaq. Onun arasına qoyub qızardacağam. Düzdür, fikirləşirdim bilinçik eləyim, bilinçikin arasına qoyum çünki. Amma sonra gördüm ki, uje yorulmuşam. Gözələ də bananlı bilinçik eləmişəm, uje yorulmuşdum. Ona görə dedim elə lavaş alsın, lavaşın arasına belə büküb qızardaram. Bu da dadlı olur məncə. Asan və rahat bir yoldur. Bu nəsə daşmadı, bilmirəm. İndi o deyir, baxın, görürsüz. Baxın, özü də elə şiddətli daşır ki, bu hələ çox asan, yavaş axır da. İndi mən söndürdüm, çox axmasın. İnanın ki, yarıya kimi, onsuz da çox böyük deyil çaynik, yarıya kimi suyu axır və ondan sonra sakitləşir. Bilmirəm, bunun məncə lüləyində, burasında problem var. Bu biraz yuxarıdan olmalıydı. Yəqin ki, aşağıdandır deyə belədir, bilmirəm. Amma yəni bu da problemdir də. Yəni burada qablar məni gözləyir. Buralara fikir verməyin. Olduğu kimi paylaşıram. Necə oldu? Həmişə bundan fikir verirdim, amma indi fikir vermirəm. O doğranın qazanı da həmişə böyük qazanda eləyirəm. Yəni buraları yığışdır. Bu çörəyi də qoyum yerinə. Orada mən də oturub xaş yeyirdim. Ona görə düzdür, gecədir, indi axşamdır. Yoldaşım həmişə mənə əsəbləşir ki, axşamlar yəni çox necə deyirlər, əsəbləşir deyəndə demir, dalaşmır sadəcə. Deyir ki, çox ağır yeməklər axşam yemədə. Yəni xaşı normalda səhərlər filan yeyirlər axı. Mən də heç ağını bozuna baxmadan elə yeyirəm.
Sonra gələk bu yataq otağına. Yataq otağı da belə, yəni aləm dəyib bir-birinə. Bu günlərdə biraz təmizlikdən uzağam ona görə, amma eləyəcəm, yəni o gücü toplayım özümdə. Qızlar, bu gün belə bir duxa aldım. Tinder yol mağazinindən. Mən həmişə oranın adını Trendyol, yəni əvvəldən Trendyol idi, indi dəyişiblər. Çalışıram düz deyim. Xırdalanda Tinder yol mağazasından aldım. Belə bir kutunun içində idi. Keçən dəfə qoluma vurdum orada testerlardan və çox xoşuma gəldi də. Gözləyin sizə göstərim. Lancome'un, nə bilim, onun adını bilmirəm. La Vie Belle, nəsə belə bir şey. Hə, bilirəm məşhur bir parfümdür, amma adları çox oxuya bilmirəm də. Qınamayın. Hə, belə. Yəni bu belə bir 17 millilik bir parfümdür. Testerlərini yoxlamışdım. Keçən dəfə qoluma vurdum, gördüm ki, çox qəşəngdir də. Ona görə bu dəfə aldım. Həqiqətən mən bu Lancome'un bu parfümünün belə qəşəng olduğunu bilmirdim. Həmişə bir bloger izləyirdim, Mərvə Özcan YouTube'da. O həmişə bu parfümü çox tərifləyirdi. Mən də yəni deyirdim nə qədər qəşəng ola bilər də, gözəl ola bilər. Hətta bir dəfə yoxlamışdım da deyəsən, o qədər xoşuma gəlməmişdi, amma bilmirəm indi niyə belə xoşuma gəldi. Çox qəşəng parfümdür, yəni. Belə kiçik boyun aldım, düzdür, böyük boyu yox idi. Bu boydası 17 millisi 6.50-yə idi. Orada Dior falan hər şeyin hamısından var idi. Millisi 2 manat 60 qəpik idi falan, belə bir şey düşür də, yəni. Hə, yəni çox xoşuma gəldi. Bugünkü mənim fəaliyyətim bundan ibarətdir. Qızımı hazırlığa qoymuşam, getmişəm oradan özümə dux almışam və evə gəlmişəm, bilinçik eləmişəm, nə bilim. Yəni günüm belə keçib. Buraları da yığışdıracağam. Sonra indi yığışdırmayacağam, yalan deməyim. Çünki bugün çox yorulmuşam. Bilinçik, mən həmişə evdə bilinçik eləyəndə çox yoruluram. Buralarda necə deyirlər, paltar falan var, oraları göstərmirəm artıq. Biraz köklənmiş salmışam özümü. Belə. Qızlar, saçlarım da uzanır, çox sevinirəm. Bilirsiniz, əvvəl tuta bilmirdim niyə belə uzanır. Artıq bilirəm ki, niyədir. Çünki bu yağ sayəsində çox qəşəng uzanır. Həftədə bir dəfə maksimum, hələ həftədə bir dəfə də eləyə bilmirəm. Demək, bunu çəkirəm. Qızlar, xaş yemişəm deyə, xaş mənə o qədər ağır təsir elədi ki, yəni nəfəs ala bilmirəm də, təngi nəfəs oluram danışanda. Və bu çox qəşəngdir qızlar. Skrin edin, yəni Trendyoldan vura bilərsiniz. Mən bunu 12 manata da, 13 manata da almışdım. İndirimdə 25 manata falan olur. Təngi nəfəsliyimə görə indidən üzr istəyirəm. Və belə uzanıb, çox uzanıb saçım. Hələ mən kəsmişdim də biraz uclarından. Belə. Yəqin ki, yaya yaxın gedərəm, biraz sarılarını artıraram buradan ki, yoldaşım deyir ki, bu rəngi heç dəyişmə. Bu rəng, saçım bu rəng qalsın. O əvvəl qara rəngi bəyənirdi, qaranı da bəyənir, amma mən özümə bu rəngi yaraşdırıram. Belə danışa bilmirəm.